Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Son zamanlar əmmaməli İran casusları ölkəmizdəki əhl-i-sünnə və şiə məzhəbləri arasında nifaq salmağa can ataraq, əhl-i-sünnə mənbələrindən naqqaşla çıxardıqları bəzi hədislərə yozumlar verir. Güya bununla əhl-i-sünnə hədislərinin əxlaqdan, namusdan uzaq olmasını, hətta Peyğəmbərin şənindən uzaq olmasını ispat etməyə çalışırlar. Bunu etməkdə isə əsas məqsəd hər iki tərəfdən olan cahil insanlar arasında aqressiv müzakirələri tətikləmək və düşmənçilik yaratmaqdır. Gətirdikləri şübhələrə müxtəlif əhl-i-sünnə mənbələrində elmi cavablar verilməkdədir. Bizim isə bu əmmaməlilərə əslində insanları dindən qaçıran şiə hədislərindən bir qismini xatırlatmaq istəyirik. Qoy bu hədisləri müdafiə etmək üçün dəridən qabıqdan çıxıb təqiyyə rejiminə keçsinlər. İnanın ki, onlarla bu cür şiə hədislərini sabah savadsız dinsizlərin həqiqi İslamı bu hədislərlə gözdən salmalarından ehtiyat edərək göstərməmişik. Buyur, ey hörmətli həmvətənim. Allahın peyğəmbərlərinə tənə edən şiə rivayətləri ilə tanış ol. Cəfər bin Muhammed belə dedi: Allahın Rəsulu, Allahın ona və ailəsinə salavatı və salamı olsun. Üzünü Fatimənin döşləri arasına qoymamış yatmazdı. Fatimə də böyük qadın idi və necə ola bilər ki, Peyğəmbər üzünü onun döşləri arasına qoysun? Allah əhl-i beytə atılan bu iftiranın cəzasını özü versin. Güya Əli bin Əbu Talib, Peyğəmbərin zövcəsi olan Ayşə ilə bir yataqda, bir yorğanın altında yatardı. Rıza atalarından belə rəvayət edir: Allahın Rəsulu, Allahın ona və ailəsinə salavatı və salam olsun, belə dedi. Musa Rəbbindən istəyib belə dedi: Ya Rəbb, məni Muhammed ümmətindən et. Allah da Musaya belə vəhiy etdi: Ey Musa, sən buna çata bilməzsən. Güya Musa Muhammed ümmətindən bir fərd olmağa layiq deyil. Muhammed ümməti də şiələrdir. Deməli, şiələr Musadan əfsəldirlər. Rıza əleyhissalam dedi: Allah Adəmə belə dedi: Onlar, yəni Muhammed, Əli, Fatimə, Həsən və Hüseyn sənin zürriyyətindəndirlər. Onlar səndən və bütün məxluqatımdan xeyirlidirlər. Onlar olmasaydı səni yaratmazdım. Cənnəti və cəhənnəmi, yeri və göyü yaratmazdım. Onlara həsəd gözü ilə baxmayasan, yoxsa səni öz qonşuluğumdan çıxardaram. Lakin Adəm onlara həsəd gözü ilə baxdı. Onların mənziləsini təmənni etdi. Şeytan da ona musallat oldu və nəhy olunmuş ağacdan yedi. Fatiməyə də həsəd gözü ilə baxdığına görə Həvvanın üzərinə musallat oldu və o da o ağacdan yedi. Deyirik, əgər cəzanın əsli onlara həsəd gözü ilə baxmaqlarına görə idisə, onda nəyə görə Allah Quranda da zikr etdiyi kimi Adəm və Həvvanı qadağan olunmuş ağacdan yediklərinə görə cəzalandırdı? Əli bin Əbu Talib dedi: O vaxt ki onlar onu canavar yedi, dedilər, Allah peyğəmbərləri və rəsulları, yəni Yusifin qardaşlarını təksib etdi. Onlar səhraya göndərilmiş peyğəmbərlər və rəsullardır. Həqiqətən də Allah Davud əleyhissaləmə vəhiy etdi ki, mən sənin günahını bağışladım və günahını İsrail övladının üzərində ar etdim. Davud belə dedi: Ey Rəbbim, sən heç kimə zülm etmədiyin halda bunu necə etdin? Əbu Abdullahdan belə dediyi rəvayət olunur. Qoca Yaqub Yusif əleyhissalamın yanına girdikdə Yusufu padşahlıq izzəti bürüdü, təkəbbürləndi və taxtından enmədi. Cəbrail əleyhissalam səmadan endi və belə dedi: Ey Yusuf, bir rahatlan. Ondan bir nur çıxdı və səmaya qalxdı. Yusuf soruşdu: Ey Cəbrail, bu mənim rahatlandığım yerdən çıxan bu nur nə idi? Belə cavab verdi: Sən qoca Yaqub üçün ayağa durmadığına görə cəza olaraq peyğəmbərlik sənin arxandan çıxdı və sənin nəslindən peyğəmbər olmayacaq. Əbu Cəfər əleyhissalamdan belə dediyi rəvayət olunur. Həqiqətən peyğəmbərlərdə ibrət vardı.
Peyğəmbərlərdən biri kamil itaət etməyə çalışırdı. Sonra isə Allah Teala'ya bir məsələdə asilik edirdi. Buna görə cənnətdən çıxarıldı və balinanın qarnına elə atıldı ki, onu oradan ancaq tövbə və etiraf xilas edə bilər. Əbu Abdullahdan belə dediyi rəvayət olunur. Peyğəmbərlərdən biri qövmünə əzab verməməsi barədə Allaha müraciət etmək istədi. Allah isə ona belə dedi: Ya mənim artıq baş verməsini əmr etdiyim bir iş barədə mənə müraciət etmən üçün etdiyin işlərdən əl çəkəcəksən, ya da üzünü arxana çevirəcəm. Əbu Cəfər əleyhissalamdan belə dediyi rəvayət olunur. Hizqil Peyğəmbərə ucub daxil oldu. Yəni özünü bəyəndi. Və öz-özünə belə dedi: Süleyman Peyğəmbərin bəndən üstünlüyü nədir ki, mənə də ona verilənin misli verilmişdir. Ciyərinə yara çıxdı və əziyyət çəkdi. İsrail övladlarından bəzi peyğəmbərlər qəlblərinin sərtliyi və göz yaşlarının azlığı barədə Allaha şikayət etdilər. Möminlərin əmrinin belə dediyi nəql edilir. Yəhudi Ləbib bin Əsam və Yəhudi qadın Ummu Abdullah, Abdullahın anası, Allahın elçisinə, Allahın salamı və salavatı onun üzərinə olsun, sehr etdilər və 10 düyün vurdular. Allahın elçisi bundan sonra nə yeyirdi, nə içirdi, nə eşidirdi, nə də qadınlarına yaxınlaşa bilirdi. Əli ibn Hüseyndən belə dediyi rəvayət olunur. Bir gün balina dağ boyda başını dənizdən çıxardı və dedi: Hüzurundayam, ey Allahın dostu. Əli ibn Hüseyin ona dedi: Sən kimsən? Balina cavab verdi: Mən Yunusun balinasıyam, ey ağam. Əli ibn Hüseyin dedi: Mənə xəbər ver. Balina dedi: Allah elə bir peyğəmbər göndərməmişdir ki, ona sizin əhl-i beytinizin vilayətini ərz etməmiş olsun. Kim bunu qəbul etmişdirsə, xilas olmuş və salamat qalmışdır. Kim bu vilayəti qəbul etməyib, ona qarşı durmuş və onu daşımaq istəməmişdirsə, o, Adəmin üzləşdiyi asiliklə, Nuhun qövmünün suya qərq olmasına, İbrahimin odda sınağa çəkilməsinə, Yusifin quyuya atılmasına, Eyyubun bəlasına və Davudun xətasına bənzər sınaqlarla üzləşmişdir. Bu hal Yunus Peyğəmbər göndərilənə qədər davam etmişdir. Yunusa isə belə vəhiy olundu: Ey Yunus, möminlərin əmri Əlinin və onun nəslindən olan rəşadətli imamların vilayətini qəbul et. Yunus dedi: Görmədiyim və tanımadığım bir şəxsin vilayətini necə qəbul edim? Bundan sonra qəzəbli halda getdi. Balina dedi: Allah mənə əmr etdi. Yunusu ud, lakin ona heç bir zərər yetirmə. Beləliklə, Yunus 40 gün ərzində qarnımda, dənizin 3 zülməti içində dolaşaraq belə dua edirdi: Səndən başqa haqq ilah yoxdur. Sən nöqsansızsan. Həqiqətən mən özümə zülm etdim. Möminlərin əmri Əlinin və onun nəslindən olan rəşadətli imamların vilayətini qəbul etdim. Cəfər Baqirin belə dediyi rəvayət olunur. Allahın elçisi, Allahın ona salavatı və salam olsun, Meyraca yüksəldiyi zaman belə dedi: Atam İbrahim haradadır? Ona belə deyildi: O, şiyələrin uşaqları ilə birlikdədir. Sonra Peyğəmbər cənnətə daxil oldu. Bir də gördü ki, İbrahim Peyğəmbər ağacın altındadır və onun inəyin döşləri kimi döşləri vardır. Döşü uşağın ağzından çıxdıqda İbrahim ona tərəf gəldi. Salam verdikdən sonra Əli barəsində soruşdu. Peyğəmbər buyurdu ki, özümdən sonra ümmətimi ona buraxdım. İbrahim dedi: Sən elə xəlifəyə buraxmısan. Allah həqiqətən də Əliyə itayəti vacib etmişdir. Bunlar isə şiyələrin uşaqlarıdır. Allah Əzzə və Cəllədən onlara baxmağımı istədim və o da bunu qəbul etdi. Allahu Ekber. Ağzınızdan çıxan bu kəlmələr necə də ağırdır. Onlar ancaq yalan danışırlar. İbrahim şiyələrin uşaqlarına tərbiyəçilik edirmiş. Sadiq əleyhissalamın belə dediyi rəvayət olunur. Davud əleyhissalam Uriyanı ordu ilə səfərə göndərir. Sonra isə hasara bir quşu götürməyə çıxır. Bir də görür ki, Uriyanın zövcəsi çimir. Qadın Davudun kölgəsini gördükdə saçlarını açaraq bədənini örtür.
Davud ona baxaraq ona məftun olur. Sonra isə ordunun başçısına yazır ki, özünlə düşmən arasına bir tabut qoy. Hənnanın oğlu Uriyanı tabutun qarşısına çıxar. Onu çıxarır və öldürür. Bundan sonra Davud həmin qadınla evlənir və o da ona Süleymanı doğur. Bu cür şeylər çoxdur. İxtisar etmək və uzatmamaq üçün tərk etmişik. Allahın elçiləri barəsində Allahın onlara salamı olsun. Şiəlik etiqadı bax budur. Əhl-i sünnəyə gəlincə, onlar Allahın elçilərini bu cür şeylərdən uzaq tuturlar. Əhl-i sünnə kitablarından nöqsan kimi göstərdikləri hər şey ən gözəl formada izah edilmişdir və eyni hədislər axtarsalar şiə kitablarında da vardır. Uca Allahdan xalqımıza haqqı haqq kimi, batili batil kimi göstərməsini və bu fitnə fəsadçıların şərrindən xalqımızı qorumasını istəyirik. Əmin.